İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiyaya qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində Cinayət Təşkilatının rəhbəri olduğu iddia edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu, eləcə də onunla əlaqəli olduğu bildirilən Ertan Yıldız, Fatih Keleş və Tuncay Yılmaz da daxil olmaqla 100 nəfərdən çox şəxs saxlanılıb. İmamoğlu Cinayət Təşkilatı yaratmaq, PKK ilə əlaqədə olmaq və korrupsiya ittihamları ilə günahlandırılır. Bundan əvvəl 18 martda İstanbul Universiteti İmamoğlu'nun diplomunu yoxluq və açıq xəta səbəbilə ləğv etdiyini açıqlamışdı. Saxlanılanlar arasında tanınmış şəxslər də var. Əkrəm İmamoğlu'nun saxlanılması Türkiyədə geniş müzakirələrə səbəb olub. CHP sədri Özgür Özəl bu hadisəni çevriliş cəhdi kimi qiymətləndirib. Stat: xalqın əvəzinə qərar vermək, xalqın iradəsini dəyişdirmək və ya bunun qarşısını almaq üçün güc tətbiq etmək çevrilişdir. Hazırda xalqın növbəti prezidenti təyin etməsinə mane olacaq qüvvə var. Biz növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə üz-üzəyik. Xalq buna imkan verməz və sonda qalib gələn xalq olacaq. Statın sonu. Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da partiya yoldaşının saxlanılmasına etiraz edib. Stat: seçilmiş bələdiyyə sədrinə qarşı bu cəhdlər qəbul edilməzdir. Dünən diplomunun ləğvi, bugünsə həbs edilməsi hüquqi dövlətə yaraşmaz. Ədalət tələb olunursa, hüququn əsas prinsiplərinə əməl edilməlidir. Millətin iradəsinə qarşı hər hansı müdaxilə cavabsız qalmayacaq. Statın sonu. Mansur Yavaşın Tayvanda rəsmi tədbirdə olduğu, hadisədən sonra isə dərhal İstanbula qayıtmaq üçün ilk reysə mindiyi bildirilib. Vətən prospektində yerləşən İstanbul Baş Polis İdarəsi və ətrafında fövqəladə vəziyyət elan edilib. Prospektdə çıxan bir çox küçələrə polis bariyerləri qoyulub. Eyni zamanda başda Vətən prospekti olmaqla bir çox yol və bəzi metro stansiyalara nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib. Əməliyyatdan sonra Taksim metro stansiyası bağlanıb. Bundan əlavə Türkiyədə X, YouTube, TikTok və Instagram kimi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Hökumət 19-23 mart tarixlərində hər cür toplantı, nümayiş və mətbuata açıqlamaları qadağan edib. İmamoğlu'nun saxlanılmasının Türkiyə iqtisadiyyatına da təsiri olub. Səhər saatlarında İstanbul Bələdiyyəsində keçirilən həbslər fonunda dollar 40.94 lirəyə, avro isə 44.52 lirəyə yüksəlib. Daha sonra isə nisbi sabitlik yaranıb və dollar 39.35 lirəyə, avro isə 42.26 lirəyə qədər geriləyib. Ötən gün isə dollar 36.6 lirə civarındaydı.